Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib. Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Xəsarət alan şəxsin kənddəki körpələr evinin müdiri 43 yaşlı Şəlalə Abdullayeva olduğu bildirilir. İlkin məlumata görə keçmiş həyat yoldaşı işdə ona kəsici alətlə xəsarət yetirib. Qadına dərhal tibbi yardım göstərilib və vəziyyətinin normal olduğu bildirilir. Zərərçəkənin anasının sözlərinə görə bu hadisə artıq bir neçə dəfə təkrarlanıb. Bundan əvvəl də 2-3 dəfə bıçaqla gəlib qızımı öldürmək istəyib. Qızım polisə müraciət etməmişdi. Gərək edəydi. Oğlan narkomandır. Rəsmi şəkildə ayrılıblar. Hadisə müdirin iş otağında baş verib. Kollektivdən bildirilib ki, Şəlalə Abdullayevanın keçmiş həyat yoldaşı Elşən Bağırov onun iş otağına girib, bir müddətdən sonra ona xəsarət yetirib. Qadına kollektiv tərəfindən yardım göstərilib. Bir neçə gündür zəng edərək səni öldürəcəyəm deyirdi. Bu dəfə əlində bıçaqla gəldi ki, sən yaşamayacaqsan. Hadisə uşaqların gözü qarşısında baş verdi. Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.